Salam! Bugün sizlə həyatımı dəyişən 3 dəftərdən danışmaq istəyirəm. Əgər məni ilk dəfə bu videodan görürsənsə, mən Mələk İbrahimim. Çoxunluqla kanalımda şəxsi inkişaf, ekslər, nekslər, münasibətlər, ailə, valideyn, şəxsi inkişaf və sair bir çox bu şəkildə videolar paylaşıram. Sizinlə söhbətlər edirəm. Bugün də çox belə sadə, makyajsız, düz gəlib oturdum burada. Çünki düşünürəm ki, siz mənim hər halımı görəcəksiniz. Ona görə belə şeylər dərd eləməyin bir mənası yoxdur. Yeri gələndə mən nə bilim xəstə olub, üzümün, gözümün şiş olduğu vaxtda da video çəkəcəm sizə. Keyfim olmayanda da çəkəcəm. Gücsüz hiss elədiyim anlarda belə sizə videolar çəkəcəm ki, yəni o dönəmi siz də düşəndə o videoya baxın və ən azından sizdə nələrsə dəyişə bilsin deyə. Bugün dediyim kimi həyatımı dəyişən 3 dəftərdən danışacağım. Çox şey dəyişdilər mənim həyatımda və istəyirəm ki, bunu mən biraz gec kəşf eləmişdim və çox çətinlik çəkdiyim dönəmlər olub. Ona görə istəyirəm ki, bunu sizə biraz daha rahatından eləyə biləcəyiniz bir şəkildə danışım. Planlama ilə başlamaq istəyirəm. Çünki planlama çox uzun müddət mənim problemli halım olmuşdu. Çox əziyyət çəkmişdim. Planlamanı mənimsəyə bilmirdim, həyatıma qata bilmirdim. Yəni problem nə idi falan, yəni bunu çözə bilmirdim. Bullet journal deyilir deyəsən, səhv eləmirəmsə. O tərz tutmaq lazım imiş sən demə mənim üçün də, yəni. Çünki mən hazır planlama dəftərləri vardı. Onları alırdım, yəni o deyildi də, alınmırdı, eləyə bilmirdim. Yəni orada müəyyən qaydalar falan var. Sonra məsələn mən həmişə özüm başladım araşdırım ki, planlamaya necə planlama eləyə bilərəm, necə planlı, proqramlı ola bilərəm falan. Yəni mənim evlənməmişdən əvvəldən də, yəni həyatımda çox hobisi olan bir insan idim. İndi bunu çox yarıya indirmişəm, amma əvvəl çox idi da. Nə bilim, gün içində rəqs öyrənməkdir, nə bilim, idman eləməkdir, kitab oxumaqdır, falandır, filan. İndi mən onların yerini dəyişmişəm, bəzi şeylərlə həvəs eləmişəm. Onda istəyirdim ki, yəni hər şeyə çatdırım da, vaxt çatdıra bilmirdim çünki. Sonra başladım saatı-saatına planlamalar eləməyə. Məsələn, yazırdım ki, saat 12-dən 2-yə qədər bu işi görəcəm, nə bilim, 11-dən 12-yə qədər bu işi görəcəm. Sonra fikirləşdim ki, bu məndə necə tərs tepki verirdi, o türklər demişəm. Hə, yəni o heç işə yaramırdı, əksinə davamiyyətimi pozurdu. Məsələn, bir şey olurdu, ən sadəsi də, nə bilim, maman deyirdi ki, get o qabları yu, ondan sonra get neyinirsən. Ən sadəsini deyirəm də, nə bilim, ya başqa bir işin çıxırdı, nə bilim, ya başqa bir şey olurdu. O birinci sahada qoyduğun şeyi axı bir gecikdirirdin, bir alınmırdı. Məsələn, 12-də eləməli olduğun şeyi eləyə bilmirdin deyə, 1-də elədiyin şey də axsıyırdı. Onu tamamlamalısan, onu tamamlamadan bu birinə keçməli deyilsən. Hə, bunu yarımçıq qoydun deyə o birinə də başlamırsan. Belə bir döngüyə girir də. İndi bunu yaşayanlar bildi nə demək istəyirəm. Əgər bilmədinsə çox şanslısın, belə bir şey yaşamamısan çünki. Sonradan gördüm ki, bu saat mövzusu əslində heç də qəşəng bir şey deyil, heç də ağla batan bir şey deyil. Amma halbuki məsələn YouTube'da baxırdım, hə, saatına olun, belə olun, dəqiq olun, elə olun. Yəni bu həmişə olmur, mümkün deyil. Yəni insan övladıyıq və nəsə bir şey çıxır, yəni mütləq ki. Ondan sonra onu ləğv elədim. Bu planlamanı da tam təmiz həyatıma keçirməyimdə hardasa bir il yarım falan var deyə düşünürəm. Amma ondan əvvəldə yəni həmişə ara olsa da, yəni planlamalı hərəkət eləyirdim. Məsələn də tutaq ki, deyək bir ay eləyirdim, bir aydan sonra həvəsim ölürdü, eləyə bilmirdim. Çünki əsas o məqsədi tapa bilmirdim də, orada problem yaşayırdım. Başladım özümə maraqlı şeylər çıxartmağa, kəşf eləməyə. Məsələn, mənim evdə, otağımda, yəni evlənməmişdən əvvəl, otağımda şeylər var idi, bir divara ancaq stikerlər yapışdırmışdım. O arxası kleyli, üstünə yazı yazmalı not vərəqləri olur, onlardan yapışdırmışdım. Məsələn, həftənin günlərini yapışdırmışdım, həftə içində hansı işlər eləyəcəm, onları yapışdırmışdım. Artıq saatı boş vermişdim, saatı da heç fikir vermirdim. Yəni, məsələn, baxırdım ki, bugün hansı işləri görməliyəm, bu işləri artıq ona görə bir zamanlama eləyirdim, planlayırdım. Yəni, o saata fikir vermirdim. Onda biraz daha çox effektiv olurdu. Həm də gözümün önündəydi, biraz daha motivasiya verirdi deyə, yəni xoşum gəlirdi. Sonradan evləndən sonra da mənim UX UI müəllimim var idi, Turab müəllim.
Buradan salam olsun. Neyse, onun da haqqında sizə danışacağım çox şey var. Çünki o UX/UI təlimin boyu çox maraqlı şeylər, təcrübələr eləmişəm mən. Yəni onun hamısını sizə danışacağam. Deməli, həmin müddətdə onun da çox gözəl belə fərqindəliyi yüksək adamdır belə şeylərdə. Marağı var. Mənim də ondan aram çox yaxşı idi. Nəticədə məsələn zövqlərimiz eyni idi. Nəysə, onunla danışdığımız kursa gedib gəldiyim dönəmdən mənə təkrar bir motivasiya verdi. Çünki baxdım ki, ətrafımda həqiqətən belə zövqü olan insanlar var. Daha çox motivasiya oldu mənə. Sonra başladım təkrar, bir də cəhd elədim. Onda dəftər tutdum, adi bir dəftər aldım. O dəftəri də burada deyə hazırda, onu da göstərəm. Deməli, o dəftər də budur. Bunu da Sumqayıtda məktəbli var, oradan almışdım. 5 manat 40 qəpiyə almışdım. Belə xoşuma gəlmişdi üzünün forması falan. Bir də, məsələn, çox dəftərdə belə bu xətlər çox kəskindir. Məsələn, həmən göstərim, əlimin altında var. Məsələn, çox kəskin olanda qəşəng görünmür. Elədiyin dizayn da onun içində itir. Bir də çox şey olur da, gözə batır o xətlər. Məsələn, buradakı kimi. Bunun xətləri indi bilmirəm, görürsünüz yoxsa? Burada çox kəskindir, çox bilinir xətlər. Amma bu elə deyildi. Bu biraz daha solğun idi. Hətta bax, yəni belə çətin görünür. Yəni solğun idi. Ona görə bunu götürmüşdüm. Açığı, yəni tək diqqət etdiyim şey bu idi. Sonradan başladım bunun üstündə, nə bilim, bəzək-düzək işlər aparmağa. Yəni onu özümə aid olan tərzi tapana qədər, yəni hər şeyi yoxladım da, sözün əsl mənasında. Nə bilim, ilkin başlarda belə bəzəklər eləyirdim, karandaşlarla rəngli-rəngli içinə yazırdım. Sonra belə stikerlər əlavə eləyirdim. Sonradan, nə bilim, daha fərqli bir şey elədim, belə stikerlər tapdım, onlarla bəzədim. Nə bilim, yəni özümə xoş gələ biləcək hər şeyi elədim də. Sonradan daha sadələşdirməyə başladım. Belə sadə bir bura stiker qoydum, bir bura, belə də yazırdım eləmək istədiyim şeyləri gün ərzində. Ay, burada da 12 noyabrdan söhbət gedir, 12 noyabr tarixinə. Çox xoşum gəlir, belə sonra açıb baxırsan ki, 12 noyabrda əslində mən nələr eləmişəm, nələrlə məşğulymışam. Yəni, çox gözəldir. Yəni, bunun 2-3 il sonrasını düşünün, çox gözəl bir şeydir. Bunu mənə həmin o Turab müəllim demişdi ki, mənim dedi, bir dəftərlərim var, orada deyir, nələrsə yazıram. Sonra, məsələn, illər keçəndən sonra açıb oxuyuram. Yəni, həmin o bizsiz tüklərim biz durmuşdu ki, yəni, çox maraqlı bir şeydir. Yəni, düşün ki, 3 ildən sonra açıb oxuyursan ki, mən 2022-dən hansı işlərlə məşğul, nə qələtlər eləyirmişəm. Sonra stikerləri birə falan düşürdüm. Daha sadələşdirməyə başladım. Yəni, bu şəkildə bu gedişat əslində mənə çox okey idi, xoşum gəlirdi. Sonradan burada dəyişdim. Belə bir planlama hazırladım. Belə bir dəftər aldım burada, Budvaya gəzməyə getmişdik. Orada dəftər aldım, bunun içində vərəqlər var idi. Bunu planlama eləyənlər bildi. Bu dəftərlər almışdıq. Burada da A5 ölçüsündə vərəqlər düzəltdirdim. Dizayn elədim Canva'da. Bu tərz şeylər əlavə elədim stiker kimi. Amma bunları özüm rəngləyirəm də. Belə rəngləməli şeylər əlavə elədim. Bu da marağımı çəkirdi açığı. Yəni rəngləmək falan əyləncəli gəlirdi ilkin başlarda. Sonradan sıxılmağa başladım. Mən ümumiyyətlə bir şeyə çox bağlı qala bilmirəm, tez sıxılıram. Sonradan bunu daha az rəngləməyə falan başladım. Yəni çox zövqümü çəkmədi. Əslində çox qəşəng aylıq şeylər bölüşdürmüşdüm ora. Maraqlı idi yəni ideyası. İstəsəz bu dəftərlə bağlı geniş bir video çəkərəm. Sonra kim istəsə o dizaynları Canva'dan link kimi göndərərəm də. Yəni heç bir problem yoxdur. İstəsəz gedib çıxartdırıb belə bir dəftər alıb içinə əlavə edib özünüzü bir motivasiya eləyə bilərsiniz. Sonradan, yəni planlama, hara gedirəm? Planlama həyatımı dəyişən ilk şeylərdən biridir. Yəni planlama elədinsə bu həyatda, yəni hər şeyi bacarırsan da. O bəzən adamlar olur, baxırsan ki, mənim 12 saatım var gün ərzində, bu adamın 48 saatı var. Necə bu qədər çox işi birdən görə bilir də? Yəni onun hamısı planlama nəticəsindədir. Məsələn, mən bu günü planlamışdım. Dedim tezdən duracağam. Tezdən 6-da oyanmışdım. Saat 7-8-ə qalmışdan oturmuşam, UX/UI ilə məşğulam. Hardasa bir 12
12-də durdum ayağa, gəldim yemək yedim, oturmuşam indi bu videonu çəkirəm. Durub bu videodan sonra dərhal gedəcəm yenə UX-lə məşğul olacağam. Axşam böyük ehtimalla bu videonu editləyəcəm. Yəni bu qədər işi yenə görmüş oldum da, başa düşdün. Yəni o hamısı planlamadan asılıdır. Bir də mənim yenilərdə kəşf elədiyim motive günlüyüm. Bu günlüklə bağlı çox ayrıca bir video çəkəcəm. Çünki bu çox gözəl bir şeydir. Bunu sizinlə detallı danışmaq istəyirəm. Burada bəlkə bunun içindən yazdığım şeylərdən sizə də oxuyaram falan. Çox qəribə oldum. Belə bir şey kimləsə paylaşmaq. Bunun əsas məqsədi hər tezdən duranda, əslində ilkin başlarda axşam eləyirdim. Sonradan baxdım ki, tezdən eləyəndə daha yaxşıdır. Tezlənlər dururam burada, şeylər yazıram. İndiyə qədər bacardığım şeyləri, indiyə qədər həqiqətən uğurlu olduğum şeyləri, yəni indiyə qədər, yəni siz necə, məsəl üçün biri sənə nə desə xoşbəxt hiss eləyərsən özünü. Məsələn, sən çox gözəlsən desə, yoxsa sən çox güclüsən desə, yoxsa nə desə səni sevindirər, yəni həqiqətən ay falan eləyərsən də. Bax bu dəftər odur. Amma sən özünə qarşı bu olmalısan. Yəni kimlənsə o sözü gözləməməlisən. Özünə yəni özünü xoşbəxt eləyəcək tərzdə şeylər yazmalısan. Çox gözəl təsir eləyir, çox gözəl təsir eləyir. Bunu eləməlisən, məcbursan. Şiddətlə tövsiyə edirəm, çox qəşəngdir. Peşman olmarsan, sən mənə güvən. Nəysə, burada da bu tərz şeylər yazıram. Bunu dediyim kimi, bununla ayrı bir video mütləq çəkəcəm. Adı da var onun, motive günlüyü. Ay, çox şəkərdir, motive oluram çünki ona nələrsə yazanda. Bir də bu dəftərim var. Bu da digər dəftərimin fərqli dizaynıdır, yəni eyni şeydirlər. Burada da şükür dəftərimdir bu. Bunu ilkin başlarda əslində günlük kimi tutmağa başlamışdım. Məsələn, həmin gün ərzində nələr yaşadım, necə hiss elədim, nələr öyrəndim falan kimisini yazırdım. Amma bir müddətdən sonra bunu şükür dəftəri elədim. Açığı burada yəni tam istədiyim kimi dəftəri tapa bilmədim deyə biraz da məcbur qaldım. Yoxsa təzə bir dəftər almaq istəyirdim. Amma dedim da bundan davam eləyim. Bunu da yəni çoxdan, yəni mən ümumiyyətlə belə biraz şükür falan eləyən insanam da, yəni dəhşət bağlayan belə şeylərə. Məsələn, mənim əvvəl evlənməmişdən əvvəllər, yəni xatırlayıram ki, yəni mən hər cümə axşamı otururdum sabaha qədər, yəni namazda qılırdım, dualar eləyirdim. Yəni bu şeylərə çox bağlı insanam, yəni qəlbim o barədə çox təmiz olduğunu düşünürəm. Çünki dua eləmək yəni həqiqətən hər insana nəsib olmur. Bəzən yəni heç nə yox, tək istəyim olur ki, yəni o dua eləmək hissini məndən almasında, istəyim odur da, yəni o məndən getməsin. İndi bu şükür dəftərinə gələndə də, bu şükür dəftərinə yazdığım şeylərdə çoxunluqla bilirsiniz nədir? Məsələn, sahib olduğum şeylərə şükür eləmək. Yəni bunu hər yerdə yəqin ki, eşitmisən əgər bu tərz videolara baxırsansa. Amma bu biraz fərqli məsələdir. Məsələn, şükür eləməyin o deyirlər bəzi tərzi var, nə bilim nətər. Ay bir qarnım doydu deyə şükür eləyərsənsə, nə bilim nə olar. Yox, düzgün şəkildə şükür eləmək lazımdır. Nə bilim düzgün mesaj göndərilməlidir. Bu nə deməkdir? Bu mənə çatmır da, yəni. Sənin yaradıcın, sənin qəlbindən, beynindən keçən nədir bilmir də, hə? Yəni sən onu detallı yazmalısan ora ki, nə üçün şükür eləyirəm iminli. Bir də dua eləyəndə iminli nə istəyirəm də, başa düşdün, onu qurban olum da, yəni heç xəbəri yoxdur axı, yəni sən nə istədin, ürəyimdən nə keçdi də. Yəni bu mənə çox qəribə gəlir. Nəysə bu barədə danışmayacaq. Bu barədə danışmayacaq məsələlər. Yəni mənim çoxunluqla belə şükür eləyirəm burada. Məsələn, sahib olduğum şeylər. Məsələn, hər şeyi qoya bir kənara. Məsələn, o gün ərzində planlamamı vaxtında hamısını detallı şəkildə elədimsə, ən sadəsindən ona belə şükür eləyirəm. Məsələn, yazıram ki, çox şükür ki, bugün o hissi, o enerjini, o motivasiyanı, nə bilim, o özgüvəni, o disiplini mənə verdiyin üçün çox şükür, ya Rəbbim deyirəm. Başa düşdün? Yəni, o hiss də, o içindəki o güc də ona məxsusdur. Yəni, məsələn, o hissi belə, yəni, sənin qəlbində olması çox böyük bir şeydir də. Yəni, bu şükür səbəbidir. Yəni, mənə görə, yəni, yediyin və dadın sevdiyin bir şeyi yemək belə şükür səbəbidir də. Başa düşdün? Məsələn, ən sadəsindən bir portağal, yəni mən
Narıncgilləri çox sevirəm, portağaldır, mandalindir. Bu tərz şeylər çox sevirəm. Yəni məni portağal yeyəndə görməlisən. Yəni gözlərimi yumuram. Yəni onu bir hiss eləyirəm. Yəni onun boğazımdan axışı. Yəni onun hər şeyini mən diqqət edirəm də. Yəni onun varlığı mənə o qədər qəribə gəlir ki, yəni çox şükür də belə gözəl bir şeyin var olması çox şükür. Nə yaxşı ki, yəni belə bir şey var bu dünyada. Və yəni mən onu yeyə bilirəm, yeyirəm və onun dadını sevirəm və onun dadından zövq alıram. Yəni bu bilsən necə böyük bir şeydir. Yəni bu həqiqətən çox sadə bir şey deyil. Yəni çoxunluqla bu belə şeyləri çox ciddiyə almırıq. Yəni çox əhəmiyyətli bir şey gəlmir bizə. Amma yəni elə deyil, həqiqətən elə deyil. Bütün yazdığım şeylərin ən sonunda səni çox sevirəm ya Rəbbim yazıram. Bu mənə çox şirin gəlir. Yəni bu ilə ilişkidə yaşayırsan sən falan deyə düşünürsün. Amma mənə çox şirin gəlir. Yəni mən o şey yoxdur ki, yazdığım yazı yoxdur ki, onun sonunda o şey yazılmayım. Tarixini yazıram, saatını yazıram və içimdən keçənləri yazıram. İstəyir şükrümü də eləyirəm. Ondan sonra istədiyim bir şey varsa onu yazıram. Dualarımı da burada eləyirəm. Şükür dəftərdə, amma dualarımı da burada eləyirəm. Məsələn, istədiklərimi də yazıram. Yəni, bilsən, 5 cümlə də olsa, gün ərzində onu eləyirəm. Yəni, onu özü səhərlər eləyirəm. Və bir şeyə diqqət eləmişəm. Bunu səhərlər eləyəndə insan özünü çox rahat hiss eləyir. Yəni, elə bir içində huzur hissi olur içində. Başa düşdü, yəni çox başqa cür bir hisslər yaşayır insan. Siz söhbətinə deyəm, belə şeylər insana çox şey qatır. Məsələn, mənim dəfələrlə açıb, məsələn, bəzən elə-belə sıradan bir şey kimi oxuyuram da, nələr yazmışam deyə. Məsələn, dəfələrlə şahid olmuşam ki, hər hansısa bir şeyi istəmişəm. Demişəm, ya Rəbbim, nə olar bu barədə mənə kömək ol, bir yol göstər, bir işarə ver ki, mən onu bilim ki, hansı yolda gedim. Yəni, dəfələrlə şahid olmuşam. Bugün o duanı yazmışam. Sabah mən o dəftərə ya Rəbbim, plan problemim var idi, o bu cür həll oldu. Mən onu bu cür həll elədim. Yəni, bunun qərarını verib bu şəkildə davam elədim dediyim yazıları oxuyanda mənim ətim biz durur ki, yəni, dünən duanı elədim, bugün nəticəsini yazdım. Başa düşdün, o dərəcə tez qəbul oldu. Yəni, o dərəcə mən onun nəticəsini gördüm də. Başa düşdün, yəni, bunu mən necə izah edeyim, buradan necə ora ötürüm bilmirəm. Yəni, tam olaraq izah eləməyə bilərəm, yəni, tam olaraq hissimi. Amma deməyim odur ki, mənim həyatımı dəyişən bu 3 fikirdir. Bu 3 fikri qısa olaraq belə danışmaq istədim. Motive günlük barədə yəni ayrıca bir şey yazacağam, onunla bağlı ayrıca bir şeylər paylaşacağam. Məsələn, siz necə eləyə bilərsiniz? Məsələn, deyək ki, sən motive günlük tutmaq istəyirsən, orada sən nələr eləyə bilərsən, nələrə diqqət eləyə bilərsən, mənim elədiyim şeyi başqa cür necə fərqli eləyə bilərsən və ya onu özünə uyğun necə düzəldə bilərsən, necə hazırlaya bilərsən, hansı addımları eləyə bilərsən. Yenə planlama üçün də eyni şeyi eləyərəm. Yəni, bu elədiyim hər şeyin, yəni çünki mən müəyyən bir dönəm onun səhvi, düzü eləyə tapmışam deyə. Bunlar siz ötürməkdə mənim üçün çox sevinc vericidir ki, məsələn, mən o planlamanı eləyəndə o səhvləri eləyirdim. Mən onu bir gün video çəkərəm və 2 nəfər görər, deyər, mən də belə eləyim və o həyatında nəyisə düzəldər. Bu mənim üçün çox böyük bir uğur olar. Yəni, bu videoda, bu kanalda, bu kanalın hər bir videosunda bir insana belə təsir edə bilməyim mənim həyatda qazana biləcəyim ən böyük uğurumdur. Yəni, başqa heç bir şey deyil. Yəni, hər şeydən əlavə həm sizin həyatınıza toxunmaq mənim üçün çox gözəl bir hissdir. Həm də ətrafımda, yəni, özüm tərz düşüncədə olan insanların var olması mənim üçün çox gözəl bir hissdir. Çox gözəl bir hissdir, həqiqətən. Yəni, bilmirəm. Sizi çox sevirəm. Yəni, sən bu videoya bura qədər baxdınsa, deməli, həyatında nəyisə dəyişmək istəyirsən, hə? Və mən həyatında nəsə dəyişmək istəyən insanları, yəni, bağrıma basmaq istəyirəm. Yəni, işləri boş-boş şeylərlə məşğul olmaq deyil də, belə bir şeylə məşğul olmaqdırsa, belə bir şey üçün vaxt ayırırsa, bu bilirsiniz mənim üçün nə deməkdir? Yəni, çox sevinirəm də, belə qadınlar, qızlar, nə bilim, tələbələr görəndə çox sevinirəm ki, yəni, həyatda o qədər mənasız yaşayan insanlar var ki, amma bir də var ki, bu cür insanlar belə videolar çəkən, paylaşan, belə videoları axtarıb, izləyib, nələrsə öyrənmək istəyən insanlar da, yəni çox dəyərli bir hissdir. Nəysə, deyəsən, ən uzun videomu çəkdim. Buradan səni çox-çox öpürəm.
Bu yolda davam elə, yeni şeylər öyrən, mənə də bax, bir başqasına da bax. Yəni 5 fərqli videoya bax, inan ki, hər biri sənə nəsə fərqli bir şey qatacaq. Mənim videomdan başqa bir şey öyrənəcəksən, gedib başqa bir videodan başqa bir şey öyrənə bilərsən də. Bu, yəni dəqiq bir şeydir. Ona görə öyrənməkdən qəti əl çəkmə. Öyrəndiyin hər şey sənə yeni bir şey qatacaq, yeni bir baxış bucağı qatacaq. Ona görə bu şəkildə davam elə. Mən də indiyə qədər həyatımda olacaq, yaşayacağım hər şeyi sizlə bölüşmək üçün bu yoldayam. Buradan da İbon sizə papatyasını göstərmək istəyirəm. Bu papatyanın biri də sənin üçün, verdim birini sənə. Tamam mı? Elə düşün, verdim birini sənə. O gün mənə yoldan dərib, çox şəkər deyil. Bunun gözəlliyinə baxın, stəkana qoymuşam. Birini verdim sənə, bax, götürdün ateş et. Saxla onu mənim əvəzim. Qoyarsan kitabın arasında belə qalsın. Nəysə, çox öpürəm səni, özünə çox yaxşı bax. Növbəti videolarda görüşənədək əgər abunə deyilsənsə, abunə olmağı unutma, çünki digər videolarımdan xəbərdar olmalısan. Öpdüm, hələlik.